Herkese salam. Bu videomuzda Illustrator'ın səhifə yaratdıktan sonra bizi qarşılayan pəncərəsi ilə tanış oluruq. Gördüyünüz ağ səhifə bizim lövhəmiz və ya vərəqimizdir və dizaynlarımızı bu səhifənin üzərində edirik. Üst hissədə menyular paneli mövcuddur. Bunların hər birini detallı şəkildə növbəti dərslərdə mən izah edəcəyəm sizə. Hazırda sadəcə təməl özəllikləri bilməyiniz yetərlidir. Menyular panelinin altında kontrol panel və yaxud idarə etmə sahəsi yerləşir. Burada seçdiyimiz obyektdə müxtəlif kənar xətləri və yaxud strok, daxili iç rəngi və yaxud fil, şəffaflıq dərəcəsi və ya opacity vermək olar. Dediyim kimi, tanış olmayan terminlər varsa, növbəti dərslərdə bunların üzərində dayanacağım. Deyək ki, açdığımız səhifədə kontrol panel, yəni idarə etmə hissəmiz yoxdur. Bunu necə aktivləşdiririk? Daxil oluruq Windows'a və buradakı kontrol hissəyə toxunuruq. Beləliklə, bizim idarə etmə sahəmiz aktivləşir. İdarə etmə sahəsinin altında, sol tərəfdə bizi toolbar, yəni alətlər paneli qarşılayır. Necə ki, rəsm çəkərkən biz qələm, pozan, xəttkeş işlədirik. Eyni ilə də həmin alətlər bizdə sol tərəfdə öz yerini almışdır. Bu panel əgər ki, içibcə və yaxud daxil olduğunuz səhifədə həmin panelə rast gəlməksənsə, bu zaman daxil olursunuz Windows bölməyə və Toolbars'ı aktivləşdirirsiniz. Digər bölmə isə sağ tərəfdə panellər bölməsidir. Bu layihə bəzi funksiyalara sürətlə getmək üçün istifadə olunan qısa yolları özündə cəmləşdirir. Nə demək istəyirəm? Yəni, ən çox istifadə etdiyimiz bölmələri biz manual şəkildə buraya yığa bilərik. Hal-hazırda biz burada layeri görürük, hansı ki bu olduğumuz səhifəni göstərir, bu ağ səhifəni. Properties hissəmiz mövcuddur. Burada səhifənin özəlliklərini görmək mövcuddur. Və bura istədiyimiz fərqli qısa yolları da əlavə edirik. Necə? Məsələn, yenə daxil oluruq Windows bölməmizə. Məsələn, burada Pathfinder'ı aktiv etmək istəyirik. Pathfinder'ı bir dəfə klik edirik və gördüyünüz kimi panel bizim qarşımızda ağ səhifənin üzərində açıldı. Bir kənarından tuturuq, baxın dartıb gətirib, mavi işarə yanır, bu onu bir tərəfə burada ekləmək üçündür. Və yaxud kənarda da yanır, yenə mavi rəng, buraxırıq və beləliklə artıq bizim istifadə edəcəyimiz Pathfinder bölməsi aktivləşmiş oldu və qısa yol kimi əlavə olundu panellər bölməsinə. Həmçinin bu hissəni yenə bağlamaq lazımdırsa, Pathfinder'ın üzərində mouse'u bir dəfə sağ klik edirsiniz. Qarşımıza çıxan Close'a basdıqda bu panel bağlanır. Sol alt tərəfdə gördüyünüz hissədə bizdə zoom yerləşmişdir. Buradan biz səhifəmizin nə dərəcədə böyük və ya kiçik olduğunu seçə bilərik. Məsələn, hazırda 65,12%dir. Gəlin biz bunu 50% edək və nə baş verir onu görək. Gördüyümüz səhifə kiçildi və nisbətən ekrandan uzaqlaşmış oldu. Digər mövzulara növbəti dərslərdə toxunacağım. Hazırda siz Adobe Illustrator'ın bizi qarşılayan ilk pəncərəsi ilə təməl halda tanış olmuş oldunuz. Növbəti videolarda görüşənədək kanala abunə olmağı və like atmayı unutmayın.